Qatı cəhalət və əvamlıq şəraitində yaşayan Azərbaycan qadınları öz mübarizə silahlarını heç zaman yerə qoymamış, şeirlərinin, nəğmələrinin dili ilə, laylalarının, bayatılarının ahəngi ilə öz ağır həyatlarından, ümidsiz talihlərindən gileylənmiş, şikayət və üsyan eləmişlər. O, demək bir problem. İkinci problemlə mən belə hesab edirəm ki, bizi çox dilli incələmək lazımdır. İndi bir günləri mən axırıncı dəfə Netsi müsabiqədə gördüm, çoxlu internet saytları var. Bizdə Azərbaycan dili çox gözəl, ana dili lazımdır, inkişaf edir, tam diasporalarına öyrənmək Azərbaycan dili. Amma Azərbaycanı tanıyan ayrı dildir, İngilis dili, Fransız dili, Alman dili, İspan dili və s. Bunun üstündə musiqi dünyasının mütəxəssislər işləyirlər imkan daxilində. İlk dəfə olaraq biz elə Karayevo saytında fransız dilində mühazirəni də vermiş. Dalla Grève occupe sans conteste une place très honorable dans la musique du XXe siècle. Il est entré dans la musique mondiale par ses importants succès, audacieux et inattendus. Dans les années, les décennies à venir, les jeunes générations apprendront encore, grâce à son œuvre, et tant. Sonra getdim, Akşı Bağlan musiqi operetasında Fagoteka bölməsində siz görürsünüz ki, Akşı Bağlan Çin dilində, Fars dilində, İngilis dilində, burada da filmlərdə Rus dilində istifadə olunur. Gəlin də adı nədir? Çin dili, Çin dilində qulaq asaq. Özü bütövlükdədir. 大家说的跟我说的是一模一样，只要能找上一个合适的小寡王什么的。我不是王，我是有事。你还让我怎么样？不不。 Fars dilində راستش رو بخوای قشنگتر از این دختری ندیدم و نخواندید. از کجا میدونی که دختر زن دلشه؟ راست میگی خانم. Türk dilində. İngilis dilində də Xəzər Universitet tələbələridir. Hamlet müəllim görürsünüz də, bu da sizin işinizi biz təbrik. Amma bütün öyle də 3 dənə parça camaşırları verir. Amma yaxşı olan biz onu salarıq. Bütün biz müəllif qovları qoruruq, biz poz qrupuda yazılıb. Xazaq Universitetinin students hər şey qaydasında. Buyursunuz. İndi keçirik biz ənənəvi musiqinin atlısı. Orada da çox dilli
çox mühazirələr səslənir. Bu veb-saytı biz 1999-cu ildə Ulu Öndər az sayılı xalqların görüşündə belə fikir, müdrik sözləri, fikir səsləndirir ki, ölkə nə qədər çox xalqı birləşdirirsə, o qədər çox zəngin olar. Bu, demək olar ki, bu saytın bünövrəsini, təməl daşını qoyub. Görürsünüz, bu xalqlar, Azərbaycanda yaşayan xalqların tarixi, Azərbaycan xalqların folklor nümunələri və s. burada var. Gəlin, əvvəlcədə bir statistika edirik, baxaq bu çox dilli mühazirələr. Azərbaycan dilində, avar dilində, ləzgi dilində, Rum dilində, Talış dilində, Tatar dilində, Ukrayna dilində, İngilis dilində. Gəlin qulaq asın. Azərbaycan dilində. Azərbaycanın etnik musiqi xəritəsi. Mərzənin etnomusiqişünas, Daşkənd sənətşünaslıq namizədi Fəttah Xalqzadə təqdim edir. Yeni layihənin müəllifləri Respublikanın folklor musiqisini bütün etnik rəngarəngliyi və tarixi baxları. Автора республикаеву фольклория музыкаеву ксинагу этникия эразу батаси ватарикия ватал архаик Azərbaycan dil xalq adəstəli muzikadın qotalı. Talış. Yine Azərbaycan diyərkiz. Mətni müəllif, təcrübə istinadkar və turə layihə müəllifon, ki, Respublika folklora musiqiyon etnik rang. Azərbaycanına da əhsət edəcək girək, Azərbaycanlar diləndirgə, ölkə dili xalqlardan. В районах Балакани та Кап розташовані селища грузин, християн та інгульців, грузиномовних мусульман. Споконвічно в Азербайджані проживають іракомовні народи. Gəlin, video çəkərəkdə danışılaq. Bütün bu 3 il ərzində biz bütün rayonlarda toplamışıq folklor nümunələri. Bayatır. Karabağdan bağ olmaz, kara salsıma olmaz. Uzak yere giden kızım, uzak yere giden kızım. Yüreğimde yağ olmaz, yağ olmaz ey. Sonra. Aman amanın gider, ananın ceylan balam. Er şafağanın gider, bir yerden yar. Ritullardır, belə köçədə. Canabay. Bakazmır da, o qısaları da görsət. Baxsınlar. İngiloylar.
sonda kapıda tökülür. O ne çarpayırıq nehrəm gəl, nehrəm gəl, nehrəm gəl, nehrəm gəl. Sütün bol olsun, yarın çox olsun. Sütün bol olsun, yarın çox olsun. Bu bölmədə musiqi alətlərinin bölməsi var. Bütün Azərbaycanda olan alətlərin Azərbaycan, Rus, İngilis dilində, Köksətin İngilis dilində, Rus dilində Balaban, yaxşı, Balaban açdığınız videosu. Zagozka geçsin. Folklor janrlarını göstərir. O Azərbaycan folklorla bağlı janrlar bunun içində, bu bölməsinin içindədir. Bir dənə göstərə bilərik sizə adını Maral oyunu, Maral oyunu göstərmək istəyirsiniz. Bu saytla qədər bir misal gətirmək istəyirəm sizə. Ola bilər ki, 6-7 ay bundan öncə mən Kiprdən elektron vasitəsilə böyük mütəxəssis IT texnologiyalarla bağlı Pavlidi yazdı ki, saytla tanış olduğum Azərbaycan musiqisini sevdim. Amma bilmirdim ki, Azərbaycanda xalqlar yaşayıb, siz onların dilini, mədəniyyətini tarixi qorunub saxlayırsınızsa, suabiş görürsünüz. Elə yazdı ki, bəli bildim ki, Azərbaycan monoetnik dövlətdir, bəzi ölkələr kimi. Biz bütün dünyada göstərdik ki, Azərbaycan polietnik dövlətdir, Azərbaycan demokratik ölkədir. Azərbaycanda vətəndaş cəmiyyəti qovulub və inkişaf edib. Və Azərbaycan irsi, demək olar ki, bütün dünyanın ictimai mülki, mədəni və mənəvi irsinin ayrılmaz hissəsidir. Biz bunu göstərdik bütün dünyada. Bir problemin üstündə mən o janrla əlaqədar musiqi terminlərini çıxmaq istəyirəm. Bu da bizim axırıncı işimizdir, Əfrasiya Badalbəyli izahlı monografik musiqi lüğəti. Siz bilirsiniz ki, Əfrasiya Badalbəyli bizim görkəmli bəstəkar, dirижör, ilk Azərbaycanda baletin yaradıcısı və digər tərəfdən Əfrasiya Badalbəyli Azərbaycanda yeganə olan, bugün də mən deyərəm ki, hər bir musiqi şünasının stol üstündə kitabıdır, monografik lüğəti, musiqi lüğəti hazırlayıb. Biz də öz tərəfimizdən bu lüğəti elektron şəkildə çəkdik. Bəzi dəyişikliklər var. Əfrasiya Badalbəyli bir davamçısı kimi lüğəti Azərbaycan dilində yazılır. Biz də bu lüğəti tərcümə edirik Rus dilindən, İngilis dilindən. Əfrasiya Badalbəylinin lüğətdə olan terminlərin sayı 2169 dənədir. Bugünləri elektron lüğətinin içində 6000-ə yaxın termin. Biz onu məşqlərdə genişləndik, təzə terminləri saldıq. Nəhayət,
lüğət multimedia janrında hazırlanır. O deməkdir ki, 400-dən artıq audio nümunələri, 300-dən artıq şəkillər var, not və not nümunələri, 250 video fragmentləri, 50-yə yaxın səs mühazirələri onun içində. Bu Azərbaycan musiqi terminlə başlayaq, aşıqları da yada salaq. Koroğlu havaları. Siz görürsünüz ki, burada audio, rot nümunələri və s. Gəlin bu qədim 17-ci əsrdə qalan meydan Koroğlu qulaq asar. Aşıq Mahmud Tavus Aşıq məktəbinin müəllifəsi oxuyur. Doktor tanış olur, səslə. Koroğlu dastanında mən tanış etmək istəyirəm sizi o hərdə zorbanın janrısı, değişmə janrısı. Böyük ustad Aşıq Hüseyin Salahi ifadə edir. Koroğlu kim olduğunu necə deyir? Sizdə görüm aşıqdadır. Koroğlu olursan oğlum. Bəli usta, Koroğlu sizə yaraşır. Siz Koroğlu olun, mən də oğlu olun. Bəli, burada götürüb Koroğlu'nun misiri havasında ne deyirlər tərəfindən Azeriya qulluğunda. Muğama keçək. Dəstgah. Dəstgahlar. Mən sizə deməliyim ki, bunlar hamısı burada terminlə bir-birinə bağlıdır. Hamısı bölmələr bir-birinə bağlıdır. Ona görə bu lüğəti girəndə 3 saatlıq vaxtlarında çıxa bilmirsən. Bir-birinə çıxırsa, portalara çıxırsa, ayrı saytlara və s. Böyük bir 40'a yaxın gigabayt məlumat var bunun içində. Uzeyir Hacıbəyevin, yoxsa bu? Uzeyir Hacıbəyevin elektron ensiklopediyası, onu da çıxırsınız məlumat almaq üçün. Sonra Azərbaycan Xalq Musiqi Əsasları, Uzeyir Bəyevin kitabını, ona da çıxırsınız məlumat almaq üçün. Sonra burada hamısı nümunələr səslənir, çağırır, göstərir, səs quruluşu. Görürsünüz? Çağırır. Afrisiya badalabərin səs mühazirəni qulaq asa bilirsiniz. Aziz yoldaşlar, mənim bugünkü mühazirəm Azərbaycan muğamlarından Çahargah muğamı haqqındadır. Xalq duhasının ən parlaq yaradıcılıq məhsulu olan muğamat, musiqimizin bülövrəsi, mahnılarımızın, təsniflərimizin dayaq sütunu, oyun havalarımız üçün gözəl təranələr mənbəyi olmuşdur. Və nəhayət, not yazısı Nəriman Məmmədovun burada da qeyd olunub.
Və nəhayət mən tanışılmaq istəyirəm sizi çağırgah təsnifi. İslam Azərbaycan ifası. Bölmələr keçək bölməsinə adı nədir? Musiqi terminləri. Tenor göstərmək istəyirsiniz. Bəzələ bilirsiniz, bugün bu asır dövründə biz işlədirik. Tenor, bariton, bas, mezzo-soprano. Bu sözlər eşitdilmir. Tenor nə demək? Bariton nə demək? Bu musiqi düvətdə biz belə göstərdik ki, adamlarla bunu bağladık ki, bunu mütləq qalacaq yadda. Birincisi bu, onun diapazonu, tenor diapazonu. Sonra, görürsən nümunələr, Mahur Hindi, Arif Babayev'in tenor. Sevgili Canan, Bülbül. Hüsnün güzel ayetlerin Qəşi Beybotu, Akşam Ağlanı. Sonra fuga. Farhad Bədəlbeyli. Fuga janrı kimində kontrapunkt, imitasiya, tonika dominantı və s. hər şey məlumat ala biləcək. Ot. 4 səsli fugadır. Nəhayət imitasiya. İmitasiyadan biz çıxırıq. Polifoniya, imitasiya. Şimdi bir problemə də çıxırıq. Bu adı nədir? Musiqi səhifəsi Uzeyir Hacıbəyevin dərs vəsaitləridir. Bilirsiniz, indi bugün bizim cavanlar da burada əyləşir. Çox reyflə məşğul bəziləri janr, müəssir janr. Amma çoxsu xalq mahnıları bilmir, çoxlu romansları bilmir. Hansı yolu ilə bunların nədirsə? Karaoke yolu. Bu da metodikanın biz üstündə işlədik. Və bunu da metodika siz görsədik. Bu saat görsədik. Karaoke. Sənsiz, Bülbül, Üzeyir Hacıbəy.
gecem oldu keder, üstüne felaket sensiz. Her gecem oldu keder, üstüne felaket sensiz. Her nefes çektim heder, gitti o savet sensiz. Sonrasında bir problem burada çıkıyor. Ben her bir şey görürüm, sizin de dedim, en güclü atırlıktan olan kimli, hiç kes həsdən bilmir. Biz belə yaratdıq metodikasını. Hər bir ata bu kimliyi nəhayət öyrənə bilər. Buyurun. Ama durmuyor lan bu. Tişe söndürdüm. İndi bunu bütünlüğü kulasandan sonra siz ikinci pilleye çıkırsınız. Karaoke. Seslenme, ses yok. Çünkü mektub öğrendi. Bu da bir yudum. Üçüncü var yani. Üçüncü var himnin musikisi. Himnin mektubu. Ve nihayet himnin notları. Ben bile her bir devlet işçisi kompüterda himni öğrenebilir. Ama bu çətinlik yok. İndi ben bəzi video fragmentləri de çünkü bizde kinolar da var. Akşam Ağalan, olmasın, bu olsun, Leyli Mecnun, bəzi fragmentləri Leyli Mecnun'un Meşreyvat, olmasın, bu olsun. Şebesti şahidi şemi şerab-ı şirini kanimet etti şebi-ruhi buzdar bin. Sonra Akşam Ağalan fragmenti, kino fragmenti. Kino fragmenti.
Bu fragmenti salmışız biraz güləşik. Nəhayət, Fəziyyət Adalbeyli kronikasında bir parça. Bizim bu 9 il ərzində bizim bəzi nailətlərimiz olub. Mükafatları da göstərə bilərik sizə. Özümüzü tərifləyək. Tamam. Qarabağ Xatirələri Musiqi Dünyası Müdaxiləsi tərəfindən koordinatorluq işidir. Və bizim web saytların ünvanları da sizə təqdim edirik. Diqqətinizdən görə çox sağ olun. Hamınızı salamlayıram. Düzü mən şokdayım. Doğrudan şokdayım və mən tanıyırdım Tariq müəllimin gördüyü işləri, bilirdim. Biraz ondan belə deyək, şəbəkə uğurluğu eləmişdim, öz saytlarımda istifadə eləmişdim. Sözsüz ki, linkləri qoymaq şərti ilə. Amma bu qədər böyük bir iş və bu qədər yeni bir tarix yapmasını mən bilmirdim həqiqətən. Çünki bu həqiqətən çox böyük. Siz dediniz 10 gigabaytlıq bir hələ internetdə yer tutur bəzi saytlardakı. 100-dən, ümumi götürəndə 100-dən. Bu deməkdir ki, bunun üçün bir neçə ömür lazımdır. Ən azı, əgər gündə bir 5 saat oturub baxsa, istifadə eləsə, mümkündür. Mən çox fikirləşdim ki, bizim elm və sənət məclisində mühazirəmi necə qurum ki, həm insanlar üçün maraqlı olsun, həm də temanın ağırlığını və yeniliyini, bir də qulağın öyrəşmədiyini nəzərə alıb, bir qədər belə təbii bir şey alınsın. Ağlıma heç də gəlmədi, indi də şokdan çıxa bilmirəm. Mən əslində fikirləşmişdim ki, nəysə belə bir elmi bir tamaşa hazırlayayım. Bilməm, nə qədər sizin üçün bu məqbul olacaq, nə qədər aydın olacaq, nə qədər qəbul edə bilərsiniz. Amma hər halda fikirləşdim ki, bir tamaşa və bu tamaşa üçün də masamız gətirilsin yuxarı. Mən fikirləşdim ki, hər halda biz çox maraqlı bir çağın insanlarıyıq. Elə bir çağ ki, burada hələ bir çox dəyərlər oturuşmayıb. Bu real həyatda da belədir, bu internetdəki baş verən proseslər də belədir. Bu hələ bundan sonra bizim yaradacağımız dəyərlərin oturuşması üçün lazım olan zaman, resurslar,
dünya görüşlərdəki dəyişikliklər də və s. məsələləri nəzərə alıb, fikirləşdim ki, mühazirəni iki yerə bölüm. Birincisi olsun sırf sizin mənə tapşırdığınız mövzu, yəni şəbəkə, internet ədəbiyyatı və yaxud internetdə Azərbaycan ədəbiyyatı, ümumiyyətlə internetdə ədəbiyyat.